Salam. Bugün 30 Mart'tır. Baharın enerjisi ruhumuzu canlandırarken gökyüzünün bize hansı mesajları gönderdiğini bilmek istəyirsinizsə doğru yerdəsiniz. Gəlin ulduzların bugün üçün hazırladığı sürprizlərə birlikdə nəzər salaq. Qoç, bugün enerjiniz o qədər yüksəkdir ki, ətrafınızdakı hər kəsi öz ardınızca apara bilərsiniz. 30 Mart sizin üçün liderlik qabiliyyətlərinizi nümayiş etdirmək vaxtıdır. İş yerində yeni bir layihəyə başlamaq və ya uzun müddətdir təxirə saldığınız bir işi yekunlaşdırmaq üçün ideal zamandır. Şəxsi həyatınızda isə biraz daha təmkinli olmaqda fayda var, hisslərinizi ifadə edərkən qarşı tərəfin də duyğularını nəzərə alın. Maddi məsələlərdə gözlənilməz bir qazanc qapınızı döyə bilər. Günün ikinci yarısında təmiz havada gəzinti sizə çox yaxşı təsir edəcək. Özünüzə inamınızın zirvədə olduğu bu günü maksimum dəyərləndirin. Unutmayın, bugün atdığınız kiçik bir addım gələcəkdə böyük uğurların təməli ola bilər. Ulduzlar sizin tərəfinizdədir, sadəcə hərəkətə keçin. Boğa, bugün sizin üçün dinclik və harmoniya ön plandadır. 30 Martda daxili səsinizə qulaq asmaq, bəlkə də biraz tək qalmaq sizə yeni perspektivlər qazandıracaq. Maddi mövzularda olduqca şanslı bir gündəsiniz, investisiya planlarınız varsa, onları yenidən nəzərdən keçirin. Sevdiyiniz insanlarla keçirəcəyiniz xoş bir axşam yeməyi günün bütün yorğunluğunu üzərinizdən atacaq. Yaradıcılıq potensialınız bugün çox yüksəkdir, hobbiklərinizlə məşğul olmaq və ya evinizdə kiçik dəyişikliklər etmək ruhunuzu dincəldəcək. İş mühitində isə səbirli davranmaq sizə qazandıracaq. Tələsik qərarlardan qaçın və hər şeyi öz axarına buraxın. Sağlamlığınıza diqqət yetirin, xüsusilə boyun və çiyin bölgənizi gərginlikdən qoruyun. Həyatın dadını çıxarmaq üçün əla gündür. Əkizlər, ünsiyyət bacarığınızın zirvədə olduğu bir gündür. 30 Martda yeni tanışlıqlar, maraqlı söhbətlər və məlumat mübadiləsi sizi gözləyir. Ətrafınızdakı insanlar sizin ideyalarınıza heyran qala bilər. İş həyatında mühüm görüşlər keçirmək və ya müqavilələr imzalamaq üçün əlverişli şərait var, lakin diqqətli olun, hər kəsə eyni dərəcədə güvənməyin. Şəxsi münasibətlərinizdə biraz daha şəffaf olmağa çalışın. Gizli qalan məqamlar gələcəkdə anlaşılmazlıqlara səbəb ola bilər. Səyahət planları və ya qısa səfərlər bugün gündəminizə gələ bilər. Zehni olaraq çox aktiv olduğunuz üçün axşam saatlarında meditasiya və ya kitab oxumaqla fikirlərinizi sakitləşdirmək faydalı olar. Bugün ulduzlar sizə parlaq zəkanızı istifadə etməyi məsləhət görür. Xərçəng, bugün diqqətiniz ailə və ev mühitində olacaq. 30 Martda sevdiklərinizlə vaxt keçirmək, onlara dəstək olmaq sizi mənəvi cəhətdən zənginləşdirəcək. İş həyatında hisslərinizlə deyil, məntiqlə hərəkət etməyə çalışın. Ola bilsin ki, bəzi köhnə məsələlər yenidən gündəmə gəlsin, lakin onları həll etmək üçün artıq kifayət qədər təcrübəniz var. Maddi mövzularda qənaətcil olmağa üstünlük verin, lazımsız xərcləri büdcənizə mənfi təsir edə bilər. Şəxsi münasibətlərdə partnyorunuzla səmimi bir söhbət aranızdakı bağları daha da gücləndirəcək. Sağlamlığınızda qidalanma rejiminizə xüsusi diqqət yetirin. Günün sonunda özünüzü şımartmaq üçün kiçik bir hədiyyə və ya sevdiyiniz bir filmi izləmək ruhunuza dərman kimi gələcək. Sülh və sevgi dolu bir gün sizi gözləyir. Şir, bugün ulduz kimi parlamağa hazırsınız. 30 Martda özünüzü ifadə etmək, diqqət mərkəzində olmaq sizin üçün təbiidir. İş yerində təklif etdiyiniz orijinal ideyalar rəhbərliyin diqqətindən qaçmayacaq. Özünüzə olan inamınız qarşı tərəfə də keçir, bu da sizi iki tərəfli münasibətlərdə daha cəlb edici edir. Əgər subaysınızsa, yeni bir eşq macərası qapınızı döyə bilər. Maddi məsələlərdə risklərdən qaçın, lakin qarşınıza çıxan fürsətləri də görməzdən gəlməyin. Dostlarınızla bir araya gəlmək və sosial tədbirlərdə iştirak etmək enerjinizi daha da artıracaq. Lakin təkəbbürdən uzaq durmağa çalışın, təvazökarlıq sizə daha çox dost qazandıracaq. Yaradıcı işlərlə məşğul olan şirlər üçün bugün əsl ilham mənbəyidir. Öz işığınızla ətrafı işıqlandırmağa davam edin.
Qız, bugün detallara olan həssaslığınız sizə böyük üstünlük qazandıracaq. 30 Martda işlərinizi sistemli şəkildə düzmək və planlı hərəkət etmək üçün ideal şərait var. İş yoldaşlarınız sizin köməyinizə və məsləhətlərinizə ehtiyac duya bilər. Sağlamlıq mövzularında biraz daha diqqətli olun. Bəlkə də bir check-updan keçmək və ya idman rejiminə başlamaq vaxtıdır. Maddi mövzularda dəqiq hesablamalar aparmaq sizi gələcək itkilərdən qoruyacaq. Şəxsi həyatınızda isə qarşı tərəfi tənqid etməkdən qaçın, daha çox anlayış və şəfqət nümayiş etdirin. Axşam saatlarında evinizdə yaratdığınız səliqə və hüzur sizə əsl istirahət bəxş edəcək. Zehni dağınıqlıqdan qurtulmaq üçün siyahılar hazırlayın. Kiçik addımlarla böyük işlər görə biləcəyiniz bir gündəsiniz. Tərəzi. Bugün həyatınızda tarazlıq və ədalət axtarışı ön plandadır. 30 Martda iki tərəfli münasibətlərdə yaranan kiçik gərginlikləri diplomatik qabiliyyətinizlə asanlıqla həll edəcəksiniz. İncəsənət və gözəlliklə bağlı mövzular diqqətinizi çəkə bilər, bəlkə də qarderobunuzda dəyişiklik etmək və ya yeni bir ətir almaq istəyəcəksiniz. İş mühitində komanda işi sizə uğur gətirəcək, tək başına hərəkət etməkdənsə əməkdaşlığa üstünlük verin. Maddi baxımdan sabitlik gözlənilir, lakin lüks xərclərə diqqət edin. Sevdiyiniz insanla olan bağlarınız bugün daha da dərinləşə bilər, ona olan dəyərinizi kiçik jestlərlə göstərin. Sosial həyatınız canlanır, yeni dostluqlar və ya maraqlı dəvətlər gündəmə gələ bilər. Günün sonunda daxili hüzurunuzu qorumaq üçün qısa bir meditasiya edin. Hər şeyin gözəl bir harmoniya içində olacağı bir gündür. Əqrəb, bugün sizin üçün dərinlik və transformasiya günüdür. 30 Martda hissiyatınız çox güclüdür. İnsanların gizli niyyətlərini və ya gözə görünməyən detalları asanlıqla dərk edəcəksiniz. İş həyatında strateji addımlar atmaq və rəqiblərinizdən bir addım öndə olmaq üçün əla şansınız var. Maddi məsələlərdə biraz ehtiyatlı olun, xüsusilə borc və ya kredit işlərində diqqətli olun. Şəxsi münasibətlərdə ehtiras və emosionallıq artır, partnyorunuzla aranızda olan sirləri bölüşmək üçün uyğun zamandır. Özünüzü yeniləmək, bəlkə də bəzi köhnə vərdişlərdən imtina etmək üçün bugünün enerjisindən istifadə edin. Daxili gücünüzün fərqinə varın və qarşınıza çıxan maneələri fürsətə çevirin. Unutmayın ki, sizin iradəniz hər şeyi dəyişməyə qadirdir. Oxatan, macəra və öyrənmək eşqi bugün sizi heç vaxt olmadığı qədər həyəcanlandıracaq. 30 Martda yeni biliklər əldə etmək, fərqli mədəniyyətlərlə maraqlanmaq və ya səyahət planları qurmaq üçün əla gündür. Optimizminiz ətrafınızdakı insanlara da müsbət təsir edəcək. İş mühitində geniş perspektivli düşünmək sizə yeni qapılar açacaq. Maddi mövzularda risk etməkdən çəkinməyin, lakin məntiqli çərçivədə qalın. Şəxsi həyatınızda azadlıq hissiniz arta bilər, partnyorunuza bu barədə dürüst olmaq münasibətinizi daha da möhkəmləndirəcək. Dostlarınızla maraqlı müzakirələr aparmaq və fəlsəfi söhbətlər etmək sizə intellektual zövq verəcək. Sağlamlığınız üçün aktiv hərəkətdə olmağa çalışın. İdman enerjinizi doğru yönləndirməyə kömək edəcək. Ulduzlar bugün sizə şans gülümsəyir, deyir. Oğlaq, bugün ciddi işlər və məsuliyyətlər sizin diqqət mərkəzinizdədir. 30 Martda karyeranızda mühüm bir addım ata bilərsiniz, zəhmətinizin qarşılığını görmək vaxtıdır. İntizamlı və səbirli davranışınız rəhbərliyin rəğbətini qazanacaq. Maddi baxımdan gələcəyinizi təminat altına alacaq planlar qura bilərsiniz. Ailə daxilində bəzi məsuliyyətlər artsa da, onları asanlıqla öhdənizdən gələcəksiniz. Şəxsi münasibətlərdə biraz daha emosional olmağa, hisslərinizi gizlətməməyə çalışın. Soyuqqanlı görünüşünüz bəzən yaxınlarınız tərəfindən yanlış başa düşülə bilər. Uzun müddətli hədəflərinizə fokuslanın və hər bir kiçik uğuru qeyd edin. Axşam saatlarında özünüzü dincəltmək üçün biraz sükut və sakitlik axtarın. Əməyinizin bəhrəsini dadacağınız bir gün sizi gözləyir. Dolça. Bugün yenilikçi ruhunuz və orijinallığınız ön plandadır. 30 Martda qeyri-adi ideyalarınızla hər kəsi təəccübləndirə bilərsiniz.
Texnologiya, elm və ya sosial layihələrlə maraqlanan dolçalar üçün çox uğurlu bir gündür. Dostlarınızla və həmfikir olduğunuz insanlarla bir araya gəlmək sizə yeni üfüqlər açacaq. İş həyatında sərbəstlik axtarışınız arta bilər, öz işinizi qurmaq və ya mövcud işinizdə daha yaradıcı olmaq istəyəcəksiniz. Maddi mövzularda gözlənilməz, lakin xoş xəbərlər ala bilərsiniz. Şəxsi münasibətlərdə partnyorunuzun sərbəstliyinə hörmət etdiyiniz kimi öz azadlığınızı da qorumağa çalışacaqsınız. Gələcəyə dair ümidləriniz bu gün daha da artacaq. İnsanlara yardım etmək və xeyriyyə işləri ilə məşğul olmaq ruhunuzu işıqlandıracaq. Farklılığınızdan qürur duyun. Balıq, bugün xəyal dünyanız və intuisiyanız çox zəngindir. 30 martda daxili səsiniz sizə ən doğru yolu göstərəcək. Yaradıcılıqla məşğul olanlar üçün əsl şah əsərlər yaratmaq vaxtıdır. Şəxsi münasibətlərdə romantika və şəfqət dolu anlar yaşaya bilərsiniz, partnyorunuzla ruhsal bir bağ qurduğunuzu hiss edəcəksiniz. İş həyatında isə biraz daha diqqətli olun, xəyallara dalıb real vəzifələrinizi unutmayın. Maddi mövzularda daxili hissiyatınıza güvənin, lakin mütəxəssis rəyini də nəzərə alın. Sağlamlığınızda suyun enerjisindən faydalanın, dəniz kənarında gəzmək və ya uzun bir duş qəbul etmək sizə çox yaxşı təsir edəcək. Başqalarının dərdinə şərik olarkən öz enerjinizi də qorumağı unutmayın. Sevgi və ilham dolu bu günün hər anından həzz alın. Və sonda, ulduzlar bugün bizə bunları pıçıldadı. Ümid edirəm ki, 30 mart sizin üçün uğur, sevgi və hüzur dolu bir gün olar. Taleyinizi öz əllərinizlə yazmağı unutmayın. Sabah yenidən görüşənədək hələlik.